Videomu izləyən hər kəsi salamlayıram. Videoma xoş gəlmisiniz. Azərbaycan mətbəxi ən dadlı, ən zəngin mətbəxlərdən biridir. Milli şirniyyatlarla zəngin olan Azərbaycan mətbəxindən Qarabağ bölgəsinə məxsus olan əsl Qarabağ kəsəsinin reseptini təqdim edirəm. Resept üçün bizə lazım olan ərzaqlar bunlardır. Mən əvvəlcə 1 stakan ilıq südə 1 stakan şəkər tozu əlavə etdim. Biraz qarışdırdım şəkər tozu həll olsun deyə. Daha sonra 1 stakan da süd əlavə etdim, ilıq süd. Ümumilikdə 2 stakan süd, 1 stakan şəkər tozu, 1 çay qaşığı quru maya, 1 çay qaşığı vanil əlavə etdim. Əlavə edəndə hər dəfəsində də qarışdırıram. Daha sonra 3 ədəd yumurta. Yumurtanın sarısının birini üzəri üçün götürmüşdüm. Siz də unutmayın, birin üzəri üçün götürün sarısını. 3 ədəd yumurta, 100 qram otaq temperaturunda olan çərək yağı və 3 xörək qaşığı qatıq əlavə etdim bura və qarışdırmağa başladım. Daha sonra yarım stakan, 200 ml stakandan yarım stakan duru yağ əlavə etdim mən bura və başladım qarışdırmağa, yağı həll etməyə. Mən burada qeyd etdim, 1 stakan şəkər tozu əlavə etdim. Mən şəkərli xoşladığım üçün şirniyyatları 1 stakan əlavə etdim. Amma siz əgər çox şəkərli sevmirsinizsə, yarım stakan şəkər tozu əlavə edin. Sonra yavaş-yavaş unu əlavə etməyə başladım. Sulu ərzaqlar bu qədərdir. Undan una fərq olduğuna görə siz unu elə əlavə edin ki, ora ələ yapışmayın, yumuşaq bir xəmir alınsın. Məndə ümumilikdə 6 stakan un getdi bu qarışıma. İndi undan una fərq var, sizdə başqa cür un miqdarı dəyişə bilər. Məndə 6 stakan un getdi və biraz da qaşığın ucunda sarıkök əlavə etdim bura. Sarıkökün qoxusunu sevməyənlər istifadə etməyə də bilər. Və başladım qarışdırmağa xəmiri. Daha sonra xəmir qatılaşdıqca mən əlimlə yoğurmağa başladım. Yoğurdum və çox gözəl ələ yapışmayan yağlı bir xəmir alındı. Keşke mən o xəmirin qoxusunu sizə ötürə bilsəydim. Amma hazırlayın, özünüz də görün. Özünüz də görün ki, necə gözəl qoxuyur. Əsl bayram havasını bir də yaşayacaqsınız. Çox gözəl belə ələ yapışmayan bir xəmir alındı. Buradan bir söz demək istəyirəm. Əvvəlcə Elçinə çox təşəkkür edirəm. Hər dəfə tez-tez bu kədələrdən bişirirdi. Çox bəyənirdim onun bişirdiyi kədələri. Çox ləzzətli hazırlayır. Buradan təşəkkür edirəm ki, ona tam dəqiqliklə resepti mənimlə bölüşdü. Çox sağ olsun. Qızlar bəzən elçilər, baldızlar haqqında çox mənfi fikirlər səsləndirirlər. Mənə elə gəlir ki, və buna da inanıram ki, insana sırf üzərindəki ada görə yox, insana insaniyyətinə görə davranmaq və rəy bildirmək lazımdır. Nəysə qızlar, mən reseptimi bölüşməkdə olum. Heç gəlin baldız elçi söhbətlərindən bəhs etməyəcəm sizə. Hərənin bir işidir, özü bilər. Belə xəmiri yaxşı yoğurduqdan sonra üzərinə salafan keçirdirik və süfrə atırıq. Bax, görürsünüz necə qabarıb, necə gözəl bir xəmir alınıb. Hazırlayan hər kəsin əllərinə sağlıq. Daha sonra xəmiri belə götürürük, hissələrə ayırırıq. Mən 8 hissəyə böldüm. Biraz iri kətələr alındı. Amma belə uşaqlar üçün məktəbə yaxud işə aparmaq üçün istəsəniz biraz xırda da edə bilərsiniz. Balaca ayırın, 10 kündəyə ayırın. Məndə 8 oldu, biraz gördüyünüz kimi iri kündələr alındı. Kətələr də bişəndən sonra biraz qabardığına görə iri kətələr alındı. Bax belə üzərini örtürük, daha sonra başlayırıq yaymağa. Xəmir o qədər yumuşaqdır ki, asanlıqla yayılır. Oxlovdan istifadə etməyə gərək yoxdur. Daha sonra burada içliyimiz var. İçliyi də şirin qoğalın içliyi kimi hazırlamışam. 200 qram yağdır, 2 stakan şəkər tozudur. Yenə də qeyd edim ki, mən şəkər tozunu çox sevdiyim üçün, şirniyyatları şirin xoşladığım üçün şəkər tozu biraz çox əlavə etmişəm. Amma əsl reseptdə 200 qram yağdır, 2 stakan şəkər tozudur, 500 qram undur. 1 çimlikdə duz əlavə etmişəm, üzr istəyirəm, duz yox, sarıkök əlavə etmişəm və vanil əlavə etmişəm ora. Daha sonra içliyin bu qayda ilə qoyuruq, doldururuq. Biraz xəmir yağlı xəmir olduğundan bükərkən biraz çətinlik çəkə bilərsiniz. Əlinizdə möhkəm saxlamağa çalışın. Bu qayda ilə hamısının içini doldururuq və bişirəcəyimiz tavalara yığırıq. Sizdən xahişim, videomu bəyənsəniz mənə dəstək olmağınızı unutmayın. Rəy bölməsində mənə fikirlərinizi bildirin. Bəyən düyməsinə basıb mənə abunə deyilsinizsə kanalıma abunə olmağınızı unutmayın. Əvvəlcədən təşəkkür edirəm. Kündələrin hamısını eyni qayda ilə
içini doldurandan sonra bişirəcəyimiz tavalara yığırıq və üzərlərini örtürük və başlayırıq bir-bir tavalları bişirməyə. Burada üzəri 3 yumurtanı görürsünüz. Burada bayaq qeyd etdiyim kimi 3 yumurtanın birinin sarısını götürmüşdüm. Birinin sarısını bura bir xörək qaşığı duru yağ əlavə etdim və bir xörək qaşığı da süd əlavə etdim. Yaxşıca qarışdırdım və zəfəran da əlavə etmişəm mən. Qarışdırandan sonra kətələrin üzərinə çəkirik və vilka ilə gördüyünüz kimi kətələrin üzərindən belə xəttlər çəkirik və bir dənə də deşirik, bir yerdən də deşirik ki, bişən zaman qabarıq olmasın, havası çıxsın. Və sobanın alt-üst rejimində qoyuruq bişməyə. Çox gözəl də alındı. Üzəri qızaranda götürürük. İçi də çox gözəldir. Hazırlayan hər kəsin əlinə qoluna sağlıq, nuş olsun. Süfrəniz daima bərəkətli olsun. Əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.